Sıfırdan Coffee Shop brandingi hazırlayırıq. Part 3. Keçən dəfə brandingimiz olan Moodcap Coffee Shop üçün vizit kart hazırlamışdıq. Bu dəfə isə bu flyeri hazırlayacağıq. Elə isə keçək dizaynımıza. Bunun üçün ilk növbədə Illustrator proqramında A5 ölçüsündə 2 artboard açırıq. Artboardlardan birincisi flyerin ön üzü, ikincisi isə flyerin arxa üzüdür. Flyerin ön üzündən loqomuzu və sloqanımızı əlavə edirik. Eyni zamanda isə əsas məlumatlarımızı əlavə edirik. Yəni WhatsApp, TikTok, ünvan, telefon nömrəsi və QR kodumuzu əlavə edirik. Flyerin ikinci üzü isə menyudan ibarət olacaq. Menyumuza coffee, iced, matcha, switch və refreshers daxildir və mən öncədən hazırladığım menyu qiymətlərini bura əlavə edirəm və daha sonra isə menyuda Coffee Shop hissini daha da artırmaq üçün Coffee Shop ikonları əlavə edirəm və budur, menyumuz hazırdır. Son olaraq isə flyerimizin real mühitdə necə göründüyünü göstərmək üçün bu şəkildə mock-uplar hazırladım. Part 3 bu qədər idi. Part 4-də isə brandingimiz üçün banner hazırlayacağıq. Hələlik!